Bu kapsulalar dəhşət gözəl bir şeydir. İlk dəfə də alırdım. Oba marketdən aldım bu arada bunu mən. İndirimlə 7 manata. Dedim bir dənə alım, yoxlayım. Bəlkə xoşuma gəldi. Həqiqətən də çox xoşuma gəldi. Bir dənə gözəl qoxusu var ki, paltarlara da gözəl qoxu verir. Xoşuma gəldiyinə görə getdim. Bir dənəsi də Full Care-dən tapdım, aldım. Onu isə 11 manat aldım. O indirimdə deyil idi. Yəni normalda belə baxıram 11 manatda, amma indirimlə belə 7 manat, 8 manata da düşə bilər hətta. Deməli, belə bir şeydir, baxın. Yumuşaq, o qədər yumuşaqdır ki, bir ədədini belə atıram, az paltar tökəndə faydası daha çox olur. Yəni daha çox qəşəng qoxusu və qəşəng təmizləyir. Amma əgər çox paltar atıramsa, Ariel də üzərinə bir qaşıq belə falan tökürəm və paltarları doldururam. İndirimə düşdükcə mən stoklamağı düşünürəm bunları. Çox xoşuma gəldi, gözəldir. Və sonra da belə paltarları üzərinə tökürəm. Yəni az paltardırsa. Çox paltarda Ariellə effekti daha gözəl olur. Yoxsa mənə elə gəlir, bilmirəm. Kimləri alıb istifadə edib mütləq yazın. Dekaleva boy güzgüsü gəlib. Baxın. 50 santimetrə 160 olmalıdır. Məndəkindən də. Temudan aldığım güzgülərdən də var burada. Qiymətləri. Mən 13 manat almışdım bu güzgülərdən. Baxın, bu birinciyə oxşayan. Göstərə bilirəm, baxın bundan. Buna oxşayan birini almışdım. Qəşəngdirlər. Burada da qiymətləri münasibdir. Yəni heç Temudan almağa ehtiyac yoxdur, buradan alın. Bir də burada 24-25 manat. Sonra belələri də var. Beləsi də var. Bunu bəyəndim. Baxın, balkon üçün çox qəşəngdir. Burada oturub, burada da çay falan içməyə. Qiymətləri isə baxın ölçülərinə görə dəyişir. Yoxsa yeni şeydir. 235 manat. İstəyən şeydir. Renklər var yəqin. Bir də bu. Çox qəşəng. Herkese salam, kanalıma ve yeni vloga hoş geldiniz. Temu bağlamalarını gəlin birlikte açaq. İlk olarak əlimə bu keçdi. Bu paltar üçün ağardıcıdır. İndi istifadə elədikcə göstərərəm sizə də. Yəni həqiqətən də ağardırmı? Vloglarda baxarsınız. Bax, qablaşmada neçə ədəddir? 20 dənə. Bunu shorts olarak paylaşacağım. Ha, bu arada dırnağım biri qopub. Bir neçə xanım istəmişdi ki, dırnaq videosu paylaşım, amma vlogda paylaşmayacağım. Shorts olarak paylaşacağım. İstəsəniz oradan izləyə bilərsiniz. Örfərdə sifariş etdim, amma bunu da shorts videosunu paylaşacağım. Mütləq izləyin, orada göstərəcəm sizə. Bu nədir? Temudan ağac sifariş elədim. İndi onu da shorts olarak paylaşacağım. Onun yanında da belə bir şey düşmüşdü indirimə. Deməli 3 manat aldım bunu. Bu işıqdır. Elə bir ki, ağacın alt hissəsindən qoyursan, yəni dibinə qoyursan və bir işıq verir də. Elə bir projektor kimidir. Belə bir şeydir. Shorts videoda göstərəcəm sizə. Mütləq izləyin. İzləmədə qalın. Orada çəkib göstərəcəm sizə. Nədir ki bu? Hə, bildim. Bu da hamam aksesuarıdır. Hamama yavaş-yavaş başlamışım artıq almağa şeylər. Birini shorts olarak paylaşdım. Smisitil, daha doğrusu duş. Və bir də defektli gəlibdi. Baxın. Burada belə bir defekti var. Bir də burada var. Baxın, belə bir şeydir. Bunu geri qaytarıb yenidən sifariş eləyərəm. Deyəcəksiniz nə var ki, burada balaca bir şeydir, amma gözə görsənir. Belə bir bigudilər sifariş elədik. Bunu əslində qızım sifariş eləyibdi, çulkalarını falan belə yığmaq üçün. 6 ədəddir, qara rəngdən. Belə bir şey. Bir də belə şpilkası var saçı bağlamaq üçün. İndi keçək əsas məsələyə. Böyük bir bağlamadır. Bunun içində yadımdan çıxıcı nə var idi? Bunlar biraz gec gəldi bu sifarişlər. Hardasa 2 həftəyə falan belə gəldi. İlk olaraq bundan başlayaq. Bu arada bu da Temudan olandı. Hansı ki izləyicilərim soruşmuşdu. Stoka hələ ki gəlməyibdi. Baxmışdım. Yadınızdadırsa, vlogda əgər izləyirsinizsə, vloglarda demişdim ki, bəs bizim qardiroba, saçım nə gündədir, qardiroba 4 ədəd orqanayzer istəyirəm paltarları yığmaq üçün. Polkaların ölçüsünə görə mən yaxşı tapa bilmədim. Yəni, sadəcə bunlar uyğun gəldi. Baxın, belə güllü çiçəkli, amma xoşuma gəldi. O birilər balaca idi, yəni standart ölçüdə idi, amma bu artıq böyükdür və bəzəyi də belədir. Pis deyil, amma qəşəngdir. Vloglara baxın, orada göstərəcəm. Ay, buna baxın. Bu da bir smesitildir. Bronzadır, baxın. Nə gözəldir. Belə açılır, belə bağlanır. Belə bir şeydir. Burada aksesuarları var. Və bir də burada şlangı falan da bildiyimiz krantdır. Sadəcə
bronzadan aldım. Gəlin ilk olaraq bu balacadan başlayaq. Bu nədir ki, vəbşə? Bir dəqiqə baxım. Nə almışam yadımdan çıxıb ucu. Bu nədir ki, belə? Aa, deyirəm bu nədir? Gəlin göstərim sizə. Buna baxın. Deməli, yadınızdadsa bir lüstr almışdım. Belə antikvar lüstr idi. Onun bir dənə belə abajuru sınıq idi, yox idi, yəni üzərində bir dənə. Və bunu sifariş etdim. İndi aparıb baxacağım, görüm o həmin ölçüdəndirmi? Çünki baxdım, eynisidir və eyni ölçüdədir. Baxaram orada, taxaram yerinə və sizə göstərərəm. Belə bir şeydir. Buna baxın, nə gözəldir. Gəlin bunu açaq, bu böyüyüm. Bu böyük də təxmin eləyirəm nədir? Bu da hamam aksesarıdır. Hə, odur. Deməli, hamamda mən ümumiyyətlə retro, modern retro dizaynda belə bir şey fikirləşmişəm və orada zala aldığım bu, deməli, nə idi bu? Bra deyirik də biz buna, svetilnik, nə deyirlər Azərbaycan dilində? Divar lampası deyək də belə. 2 ədəd sifariş etdim, amma bu, deyim sizə, toklandı da. Yəni, zala aldığım, qonaq otağına aldığım toksuz idi, yəni zaretka ilə işləyir. Bu amma sırf toklandı. Mən sırf tokla olan almaq istəyirdim ki, yəni işığı yandıranda birbaşa bunlar da yansın. Yəni bir də dipoltla işləməyim. Belə bir ki, onun aksesuarlarıdır. İndi birlikdə hamam təmir olunandan sonra deməli sizə göstərərəm. Bunu option hamam təmirində göstərəcəm sizə, abunə olun. Son olaraq da bu qaldı. Bu da qızımın otağı üçün orqanizerdir. Şkafına almışdım. Bəlkə də görmüş olarsınız bunu Temuda. Çox çıxırdı qabağıma. 6 ədəd belə bir saxlama qabıdır. Belə paltarı falan yığmağa, nə bilim, artıq olan əşyalarınızı falan yığmaq olar. Dedim, alım yoxluğum, əgər xoşuma gəlsə, bizdə balkon var, o balkona da alaram bundan. Belə bir şeydir. Bildiyimiz orqanizerdir də. Bəlkə iri bir şeydir, uzun soğuk. Hara getdi bu? Hə. Və bunu da içinə taxırıq belə. Bəlkə dursun deyə. Belə, nə baxın, belə bir şeydir, paltarı falan yığmağa, buradan da çəkirsən, istədiyin paltarı çıxartmaq üçün. Hər iki tərəfində də var. Qəşəkdir, böyükdür əsas odur, buna baxın, nə boydadır. 6 ədəddir, ucuz qiymət aldım, deyəsən bunu 10 neçəsə manata almışdım, yoxsa daha ucuz aldım. Yadımdan çıxdı, endirimlərdən istifadə elədim. Nəysə, bunlar da mənim Temu sifarişlərim. Bir dənə bu maraqlı gəldi mənə, bunu yoxlayaram, görüm necə ağardır, baxaram vəziyyətə, sizə də deyərəm. Aldığım budur. Bu birilərə baxanda ağdır. Bunlar da yuyaram, ağarar. Amma qəşəng oldu. Baxın, eynisidir. Təzə olduğu seçilir. Amma eyni ölçüdür. Yəni bunlar sırf orijinal olanlar üçündür. Bunun bir də böyük ölçüsü var idi. Yəni bir dənə lampa kimi taxmağa, məsələn göstərim sizə. Baxın, buna gedəsi. Elə bir ki, bunu çıxardırsan, onun yerinə 10 taxırsan. Düzmü dedim? Yenə də mən link paylaşaram. Kim istəsə, bəlkə də kimdəsə var bunlar. Videonun altında paylaşacağım bütün linkləri, istəsəniz keçib oradan baxa bilərsiniz. Qaldı bir dənə bunları yuyaram və bir də içinə işıqlar almaq lazımdır, lampiçkalar. Onları da alaram, olacaq qəşəng. Əla. Son bir neçə gündə havalar qəşəng sərin keçir və istəyirsən ki, evini kondisionerdən 1000 dəfə yaxşı olan külək sərinləndirsin. Amma bizim balkonun aynasını və qapısını açanda axşam olan kimi evi ağcaqanadlar basır. Mən də buna çarə olaraq Temudan maqnitli setka pərdə sifariş etdim. İlk öncə yapışdıracağımız yeri yaxşıca silirik, sonra cırt-çırtlı yapışqanı ölçüyə görə yapışdırırıq, sonra isə pərdəni yerləşdiririk. Cırt-çırtlıdır və quraşdırılması bir o qədər də asandır. Və bu da son nəticə. Evi toz duman bassa da biz bu gecə sərin havada yatdıq. Daha faydalı paylaşımlar üçün abunə olun. Temudan poster sifariş etmişdim. Tezliklə shorts videoda paylaşacağım. Oradan izləyirsiniz. Ona ramka sifariş eləməyə gəldik. Mən rəssamam və belə mənzərəni görəndə ürəyim gedir. O qədər sevirəm ki, rəsm əsərlərini. Mən Rəssamlıq Akademiyasında dərs almışam və işim orada yarımçıq qaldı. Çünki ortaya koronavirus düşdü və mənim işim yarımçıq qaldı. Hansı ki, mən onu bitirdikdən sonra diplomu alacaqdım və ondan sonra ya müəllimə işləyə bilərdim, ya da rəssam ola bilərdim. Amma təəssüflər olsun ki, korona girdi ortaya və sonra əkizlər oldu və mən gedib diplomu hələ də götürə bilmədim. Uşaqları bağçaya qoyduq və dedik gedək qızımla bir yerdə hardasa oturaq, biraz istirahət eləyək. İşim yox idi deyə rahat idik. Gəldik dönərettəyə, burada belə bir hərəmizə burger aldıq və ondan sonra getdik evə. Gəldik Azizaya, bir dənə tort aldıq və bir dənə belə bir kofe.
İlk dəfə də alırdıq. Qiyməti 2 manat 20 qəpik. Görə nə cür bir şeydir. Dadlıdır. Biraz şirinliyi çatmır, amma qəşəngdir. Soyuq kofe. Ala bax. Dadına bax. Gəldik təzə maşınımızı zaryadkaya qoymağa. Hə, bu arada sizə deməmişdim. Biz təzə maşın aldıq, köhnə maşınımızı satdıq və yerinə Changan Unica aldıq. Əslində çoxdan almaq istəyirdi. Yoldaşım elə lap əvvəldən deyirdi ki, fürsət düşsəydi maşınımı satardım və yenisini alardım. Çoxdandır ki, fikrimizdəki elə ancaq Changan idi. Düz arada Mercedes-dir, Ford-dur, bunlar düşdü qismətimizə, amma istəmədik. Çünki əvvəldən elə Changan deyirdik və nəhayət ki, elə bu maşını da aldıq. Sonra isə gedib bu maşını mənim adıma form eləyəcək. Çünki bizdə nə varsa, nə yoxsa hamısını yoldaşım mənim adıma form eləyir. Deyirsən adına hər şeyə form eləyəndə uğurlu olur mənim işim. Ona görə bizdə ancaq belədir. Növbəti gündə isə getdik təzə maşınımızı yumağa. Bilmirəm, nəsə alanda niyə yumaq deyirlər. Mənə hələ də çatmayıb, amma yenə də dedim elə deyim mən də. Nəysə, mən idim, yoldaşım idi, bir də qardaşım, üçümüz birlikdə getdik səhəri günü bu maşını yumağa. Başda oturum. Ola bilər. Gəldik Yaşılabadılığa, ən sevdiyimiz yerdir. Biz bura hər il gəlirik, çox gözəldir. O qədər sakit yerdir ki, çox xoşum gəlir buradan. Həm yaşıllıqdır, həm də bir sözlə də belə ailəvi gözəl bir məkandır. Yəni burada başqa heç bir şey olmur. Bir də biz əvvəllər ən çox Halikarnaz balıqçısına gedirdik. Orada çox yaxşı idi. Sadəcə sonra 2 il bundan qabaq mənim ad günümü qeyd eləməyə gedəndə gördük ki, canlı musiqi qoyublar orada. Yəni müğayinə oxuyur. Oxumağı indi heç də indiyən oxuya bilər, amma ki dəhşət yüksək səsdə qoyublar. Bizdə məsələn mənim yoldaşım bəyənmir elə yerləri. Sakit yeri daha çox üstün tutur. Ona görə orada elə belə oturduq. Daha getmişdik deyə də durub çıxıb getmək istəmədik. Dedi elə oturaq, zakazımızı eləyək, yeməyimizi yeyək və sonra qayıdaq gedərik də. Rəsmən danışdığımız heç bir şey eşidilmirdi. Nə yoldaşım mənə dediyi, nə də mənim dediyim eşidilmirdi. Ancaq elə qışqıra-qışqıra danışasan. Ona görə biz belə sakit yer sevirik. Buradakı həmin o yerdir ki, çox sakitdir, rahatdır, gözəldir, yaşıllıqdır. Bir sözlə təbiətin qoynunda hiss edirsən özünü. Mütləq məncə getmək istəyirsinizsə və gözəl bir məkan axtarırsınızsa, Yaşılabadılığı sizə tövsiyə edirəm. Yeməkləri də həqiqətən də çox dadlı olur. Gözəl yerlərdir. Geçen gün orta olduğuna görə adam azdır. Bizdən başqa 2 yerdə elə bir şey doludur. Əsasən bura axşamlar gəlirlər. Axşamlar burası çox qəşəng, işıqlı olur. Gözəl olur. Həyat evlərində belə şeylər çox xoşlayıram. Mən görün nə gözəldir. Ailəvi, gözəl yerdir. Deyim, şumlu yer deyil də. Yəni səliqəli, qəşəng yerdir. Biz çox vaxt qışda da gəlirik. Baxın, burada otururduq. Qışda da gəlmək olur bura. Yəni o bir sözlə gözəl yerdir. Həm də yeməkləri falan da çox ləzzətli, dadlı olur. Hər zaman gəldiyimiz yerdir. Baxın, burada da oturmaq olar yuxarıda. Biz isə buranı seçdik, orada otururuq. Və bir də burada da bir yer var. Gəlin göstərim sizə. Baxın, burada əgər ad günü falan qeyd eləyəcəksinizsə, baxın, burada da oturmaq olar. Qəşəngdir. Burada həmişə belə kampaniya ilə gəlib otururlar. Vodopad da belə şəlalə olur bura, qəşəng. Yəni gözəl bir yerdir. Bizdə sadəcə indi alınırdı gəlmək, ona görə indi gəldik. Və bir də belə yer var, sərin. Yeməyimiz də gəldi. Mən danalı langi sifariş etdim. Qardaşımla yoldaşım isə kebab, bir də buğlama. Bu isə növbəti günün videosudur və mən nəhayət ki çölə don geyinə bildim. Yoldaşımdan icazə aldım və dedim ki bir dəfə də olsun don geyinim. Yoldaşım sevmir don. Demir ki belə pis durur mənə və yaxud nəsə, yox, xeyr, mənə yaxşı durur don. Sadəcə özü sevmir dondu, yubqadı bu kimi nəsə gözünə xoş gəlmir də, bəyənmir, bəyənə bilmir. Yəni başqa bir şey deyil. Və bura qədər izlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Gələn vloqlarda görüşənədək hələlik.